Milli Məclisin Səhiyyə Komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov gündəliyə 2025-ci ilin payız sessiyası ərzində Səhiyyə Komitəsində görülmüş işlərin hesabatının, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsinin, əhalinin sağlamlığının qorunması haqqında və onkoloji yardım haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin daxil edildiyini bildirib. Səhiyyə Komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi barədə məlumat verən Əhliman Əmiraslanov qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri müzakirə olunacaq və aidiyyatı dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək. Məsələlərlə bağlı müzakirələrdə komitə üzvləri çıxış edərək fikirlərini söyləyiblər, təkliflərini bildiriblər. Daha sonra Milli Məclis aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev əhalinin sağlamlığının qorunması haqqında və onkoloji yardım haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, qanun layihələrinə edilən dəyişikliklər onkoloji yardımın göstərilməsi sahəsində mövcud məhdudiyyətlərin aradan qaldırılmasına, bu xidmətlərin lisenziyalar və icazələr haqqında qanunun tələblərinə əsasən onkoloji yardım üzrə lisenziyaya malik özəl tibb müəssisələri tərəfindən də həyata keçirilməsini nəzərdə tutur. İclasın sonunda birinci oxunuşda olan qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.